Bir dəfəyə düz 9 şirniyyat dadana necə baxırsınız? Mən baxdım. Peşmanammı? Xeyr. Bura düz Xəqani bağının yanında yerləşən One Love adlı şirniyyat məkanıdır. Burada elə qeyri-adi kampaniyalar var ki, misal üçün yağışlı havada bütün məhsullara düz 10% endirim edilir. Bənövşəyi geyim olanda isə bütün məhsullara düz 5% endirim. Təkcə geyim yox, hətta hər hansı bir əşya, məsəl üçün sırğa, çanta və s. Ən çox xoşuma gələn o oldu ki, 24 saat fəaliyyət göstərir. Mənim kimi şirniyyat sevərlər üçün buranın qapısı hər kəsə, hər gün, hər saatda açıqdır. Daddığım şirniyyatlardan biraz da olsa məlumat vermək istəyirəm. İlk onu deyim ki, ən üst keyfiyyətdə məhsullardan istifadə edilir. İlk dişləmdən bunu hiss edəcəksiniz. Daddıqlarım arasında xurmalı şirniyyatı mütləq qeyd etməliyəm. Daha öncə eləsini dadmamışam, olduqca qeyri-adi idi. Eklerləri də, tartları da, pavlovaları da mükəmməl idi. Amma bu lotuslu cheesecake bir sözlə mükəmməl idi. Yediyim nəinki ən dadlı lotus cheesecake, ümumiyyətlə ən dadlı cheesecake idi. Qeyd edim ki, burada 1-ci və 5-ci günlər test günləridir. Yəni gəlib şirniyyatların dadına baxa bilərsiniz. Sağlam qidalananlar üçün də şəkərsiz bir neçə məhsulları vitrində var idi. Məkanın özü də, interyeri də olduqca ürəkaçandı, personalı da gülər üzüydü. Çox xoşuma gəldi. Voltda da çatdırmaları var, aşağıda səhifələrini mütləq qeyd edəcəm.